İsmi Şah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Ya Allah. Ya Allah. Ya Allah. Ya Allah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Girdim Adem cismine, kimse ne bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərin Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. ...1479-cu ilin sonları, Urfa yaxınlığı, Fərat çayının sahili, gecə. Fərat çayının coşqun suları qaranlıqda hədələyici bir uğultu ilə axır. Sahildəki qamışlıqlar soyuq küləyin təsirindən qılınc səslərinə bənzər xışıltılar çıxarır. Uzaqda, sıldırım qayalıqların kölgəsində tək bir məşəl yanır. Bu, məşəl iki böyük dövlətin, Ağqoyunlu və Məmlük sərkərdələrinin gizli görüş yeri üçün nişandır. İki atlı dəstəsi bir-birindən uzaqda dayanıb, yalnız iki rəhbər mərkəzə doğru irəliləyir. Biri, Sultan Yaqubun lələsi və sərkərdəsi Süleyman bəy Bicanoğlu, digəri isə Məmlük sultanının ən nüfuzlu bəyi Əmir Yaşbəydir. Süleyman bəy Bicanoğlu atından enir. Onun üzündəki ifadə çayın soyuq sularından daha sərtdir. O, artıq sadiq bir lələ deyil, qəlbi intiqamla dolmuş bir atadır. Nəhayət gəldin Yaş bəy, Fəratı keçmək cəsarət istər.
Amma bu gecə burada danışacaqlarımız o sudan daha dərindir. Süleyman bəy, bu görüşün xəbəri Qahirəyə çatsa, Sultan Qayıt bəy nəinki mənim, bütün nəslimin boynunu vurdurar. Məmlük sultanı səninlə dostluq yox, Urfa torpaqlarını istəyir. Mən burada öz başımı təhlükəyə atıram. De görüm, sənə öz dövlətinə xəyanət etdirən nədir? Xəyanət? Xəyanəti mən yox, Bayandur sülaləsi etdi. Mən Yaqubu taxta çıxartdım, onu düşmənlərindən qorudum. Amma o nə etdi? Mənim qızım Selcan xatunu, onun ilk həyat yoldaşını bir kənara itələdi. İndi Şirvanşahın qızı Gövhər xatun sarayın baş tacıdır. Mənim qızımın göz yaşları o Fərat sularından daha çox axıb. Mən o Yaquba göstərəcəyəm ki, Ağqoyunlu taxtı Şirvanın gəlini ilə deyil, Bican oğlunun qılıncı ilə ayaqda durur. Yəni sən deyirsən ki, mən 100 minlik ordumla Urfanı mühasirəyə alım? Sultan Qayıt bəy bunu eşitsə sevinər, amma mən bu riskin qarşılığını görməliyəm. Plan budur. Sən hücuma başlayacaqsan, Urfanın qapılarını sarsıdacaqsan. Mən Yaquba xəbər göndərəcəyəm ki, sənə qarşı yalnız mən dura bilərəm. O qorxu içində mənə tam səlahiyyət verəcək. Biz qondarma bir müharibə aparacağıq, Yaş bəy. Sən bir neçə qalanı işğal edəcəksən, mən isə qəhrəman kimi onları geri alacağam. Amma əslində biz torpaqları ikiyə böləcəyik. Ağqoyunluda yeni güc sahibi mən olacağam, sən isə Sultan Qayıt bəyə zəfər xəbərləri göndərəcəksən. Yaqub mənə möhtac qalacaq, mən isə onun dövlətini içəridən parçalayacağam. Bu çox təhlükəli bir oyundur. Əgər ordularımız həqiqətən toqquşarsa, Urfa qan gölünə çevrilər. Mənim sultanımın bundan qətiyyən xəbəri olmamalıdır. O mənə Urfanı tutmaq üçün əmr verib, səninlə sövdələşmək üçün yox. Əgər bu sirr açılsa, məni edam etdirəcəyindən şübhəm yoxdur. Qorxu zəiflərin işidir. Mən öz qızımın intiqamı və bu dövlətin taxtında söz sahibi olmaq üçün hər şeyi yandırmağa hazıram. Yaqub bu səhvini qanıyla və taxtı ilə ödəyəcək. Sən hazır ol, ən geci yazda Fərat suları qırmızıya boyanacaq. Amma bu qan bizim yox, ondan kör sülalənin qürurunun nəticəsi olacaq. Səninlə razıyam Süleyman bəy. Urfa həm sənin qisasın, həm də mənim yüksəlişim olacaq. Amma unutma, bu sir Fəratın sularında batmalıdır. İki sərkərdə qaranlıqda əl sıxışır. Süleyman bəyin üzündəki kinli ifadə məşəlin işığında daha da qorxulu görünür. O, artıq sadiq bir sərkərdə deyil, bir imperiyanı qızının göz yaşları üçün qurban verməyə hazır olan hiqqəli bir atadır. Təbriz, Bağ-ı Şimal, gecə. Gecənin sükutu Təbrizin məşhur Bağ-ı Şimal bağında hökm sürür. Sultan Yaqubun tikdirdiyi bu möhtəşəm bağda qızılgüllərin ətri havanı elə bürüyüb ki, tarixçi Fəzli İsfahaninin dediyi kimi, onlar sanki cənnət çırağına bənzəyir. Ayın gümüşü işığı bağın ortasındakı mərkəzi hovuzun suyunda bərk vurur. Uzaqdan saray musiqiçilərinin çaldığı tənburun həzin səsi eşidilir. Sultan Yaqub bağın xirabanında gəzir. Onun yanında Şirvanşahın qızı, yeni zövcəsi Gövhər xatun var. Gövhər xatun sanki bağın bir parçası kimi zərifdir, amma onun baxışlarında Şirvan sarayının bütün soyuqqanlılığı və hiləgərliyi gizlənib. Bu bağın hər gülü bir beytdir Gövhər. Amma sənin gəlişin bu divanın ən gözəl qəzəli oldu. Atam Həsən Padşah deyirdi ki, hökümdarın qəlbi dövlətin təməlidir. Amma mən bu gecə o təməldə yalnız sənin baxışlarını görürəm. Sultanım, sizin sözləriniz Şirvanın bütün ləl-cəvahiratından daha qiymətlidir. Amma unutmayın ki, qızılgül nə qədər ətirli olsa da,
tikanları onu qorumasa, ilk küləkdə solar. Mən bu bağa yalnız bir qızıl gül kimi deyil, lazım gələrsə, dövlətimiz üçün o tikanları çevrilib uca soyumuzu qorumaq üçün gəlmişəm. Tikanlar, Təbrizin qılıncı hər kəsə yetər Gövhər. Sən nəyi nəzərdə tutursan? Təbrizin qılıncı kəskindir, amma onun sapını tutan əllərin hamısı eyni dərəcədə sadiqdirmi? Sultanım, mən Şirvandan gələndə atam Fərrux Yassar mənə dedi: Ağ qoyunlu taxtı bir dənizdir. Kənardan sakit görünər, amma daxildə fırtınalar gizlənir. Sizin lələniz Süleyman bəy Bicanoğlu, onun baxışlarında mənə qarşı bir kölgə var. O hələ də ilk zövcənizin Selcan xatunun yasını tutur, yoxsa öz itirdiyi qüdrətinin? Süleyman bəy mənim lələmdir. Uşaqlıqdan məni əsl sultan kimi böyüdü. O mənə sadiq adamdır. Bugünə qədər bütün düşmənlərimi darmadağın edən sərkərdədir. Onun narazılığı bəlkə də yalnız qocalığındandır. Qocalıq insanı zəiflədir sultanım, amma ehtiras insanı azdırır. Sizin ananız Səlcuq Şah bəyim də bu ittifaqın nə qədər vacib olduğunu bilir. Amma o belə Süleyman bəyin qırılan qürurunun dövlətə zərər verəcəyindən qorxur. Şeyx Heydər şimalda müridləri ilə hər gün güclənir. O özünü Türkün və İslamın nuru sayır. Əgər biz Şirvan və Ağqoyunlu bir can olmasaq, o nur bizim saraylarımızı yandıracaq. Şeyx Heydər öncə mənə atam Sultan Həsənin əmanətidir, sonra isə əziz bacımın əridir. Onun müridləri atamın vaxtında bizimlə çiyin-çiyinə vuruşurlar. Sultan düşünür və zövcəsinin narahat baxışlarına dolğun bir cavab vermək istəyir. Əmma haqlısan. Deyəsən, onun qılıncı artıq dua üçün deyil, taxt üçün itilənir. Onda icazə verin, bu birliyin sadiq gözü mən olum. Sizin poetik məclislərinizdə şairlər kişvəri kimi qəsidələr oxuyanda, mən kənizlərin pıçıltılarını dinləyərəm. Süleyman bəyin dövlətimizə qarşı hansı gizli planları olduğunu, ananız Səlcuq Şah bəyimin hansı sirləri divarların arxasında gizlətdiyini sizə mən getirərəm. Mən sizin ən sadiq zövcəniz, həm də ən kəskin baxışlı casusunuz olaraq sultanım. Gövhər xatun Sultan Yaqubu dodağından ehtirasla öpür, ancaq nə isə Sultan Yaqubu narahat edir. Ona görə o tədricən həyat yoldaşının qollarından çıxır. Sənin bu hiləgər ağlın məni həm qorxudur, həm də heyran edir Gövhər. Sən həqiqətən də Şirvan şahın qızısan. Gövhər xatun hiləsinin sultan tərəfindən bilinmə ehtimalına görə narahat olur və daha da yumşalır, sinəsini açır. Hökümdarlar yalnız sevgiləri ilə deyil, ehtiyatlarıyla da tanınmalıdırlar sultanım. Unutmayın, bu dünyada hər şənliyin sonunda min qəm gizlənir və o qəmi dəf etmək üçün bəzən ən yaxınındakına belə şübhə ilə baxmalısan. Amma hər şeyə rəğmən mən sizi bütün bu narahatlıqlardan uzaq tutmaq istəyirəm. Axı siz mənim əbədi sultanım, varlığımın sahibisiniz. Gövhər xatun sultanın qarşısında diz çökür, baş əyir və üst geyimini biraz daha açaraq əynində sürüşməsinə çalışır. O, ehtirasla sultana gülümsüyür, lakin bu təbəssüm ay işığında daha çox bir xəncərin parıltısına bənzəyir. O, artıq sultanın qəlbinə şübhə toxumlarını səpdiyini yəqin edir və bilir ki, bu toxumlar tezliklə böyük bir siyasi fırtınaya çevriləcək. Sultan isə indi dövlət başçısı kimi deyil, gözəllik qarşısında heyran olan həyəcanlı bir kişi kimi düşünür. Dərhal zövcəsini ayağa qaldırıb qoynuna alır. Onlar tədricən sultanın yataq otağına doğru gedirlər.